Oy, bu hayat yoldaşındır. Ha böyle. Ay. Murat yemene bak. Nəsib bir qurtum çay içmirdi. Bir qurtum çay iç. İndi neçə aydı bura gelmişsin? 20 gün olar. 20 gün. Belki Yes. 20 günde bu kişi ne tersensiz çay içir. Bilmirəm ki. Demeli sensiz çay içebilen. İçsinlər anlayırım. Hanım neçə yaşınız var? Bir dakika. 60. Martın 7'sindən hamiləyəm. İndiyə qədər. Mart'ın 7'sindən. Bəli. Keçər, 3 ay az qalıb. Her bir kadının xoşbəxt olmağa haqqı çatır. Və təbii ki, hər birimiz istəyirik ki, bütün qadınlar xoşbəxt olsun. Amma baxır, neçə yaşından sonra, harda və necə və kimə görə xoşbəxt olmalıdır. Bu qadının xoşbəxt olmaq əlbəttə ki, haqqıdır, hüququdur. Əgər bu 60 yaşına qədər bunu əldə edə bilmirsə, gedib hansısa bir ölkədə, məsələn Türkiyədə gedib ərə gedib, ailə qurub, gedib orada 60 yaşında xoşbəxtlik axtarmaq. Və demək ki, mən mart ayından hamiləyəm, bətnimdə uşaq gəzdirirəm. Məhz o kişidən də, o kişi də ki, bizdə deyirlər, ölüb ayaq üstə qalıb. Bu kişi ölüb ayaq üstə qalıb. Qadın, sən özündə yaşlı qadınsan da, təbii ki, yenə də deyirəm, hər bir qadının haqqı və ixtiyarıdır ki, xoşbəxt olsun. Yenə də deyirəm, o baxır hansı mərhələlərdə və hansı yaşda. Təbii ki, heç kim qınağa çəkə bilməz qadınları, heç kim günahlandıra bilməz, heç kim suçlu edə bilməz ki, yox, belə deyil, müəyyən səbəblər göstərə bilməzlər, əsaslandıra bilməzlər. Çünki qadının xoşbəxt olmağa ixtiyarı çatır, dünyaya uşaq gətirməyə ixtiyarı çatır, o uşaqları tərbiyə etməyə, böyütməyə, süd verməyə, bu missiyaların hamısı o qadının etməyi vacibdir. Amma bu yaşda mən düşünürəm ki, hər birimizə utanc gətirir. Ona görə yox ki, biz Azərbaycanlıyıq, o Türkiyəyə gedib, yox. Ümumiyyətlə bir qadın olaraq mənim özüm, məsəl üçün 60 yaşında bizim edəcəklərimiz başqa bir şeylərdir. Məsəl üçün övladlarımıza qayğı, nəvələrimizə qayğı, ağır oturub batman gəlmək, bir xanım olmaq, xatın olmaq, bir banu olmaq, burla xatın olmaq. Bunları biz etməliyik. Bizim bu yaşda qadınlarımızın ər axtarması nə qədər düzgündür. Yenə də deyirəm, bu bizə utanc gətirir. Çox utanc gətirir. Sara Səfra Bahadırdan bu qədər.